Hər birinizi salamlayıram. Deməli, bu günləri biz sizlərlə fonetikada çox verilən suallardan biri olan hansı sözün yazılışı və deyilişi arasında fərq var? Sualına aydınlıq gətirəcəyik. Baxın, əvvəldən qeyd eləmişəm. Deməli, verilən sözlərdə sual verir ki, hansı sözün yazılışı və deyilişi arasında fərq var? Bax, bizim fərqlərimiz 3 dənə olmalıdır. Bunlardan biri olsa fərq sayılır. Səs nə etməlidir? Ya artmalıdır, ya səs azalmalıdır, ya da səs nə etməlidir? Dəyişməlidir. Gəlin bir sözlərimizə baxaq. Samit. Samit sözü deyəndə nə etmiş oluruq? A-nı uzadırıq. Biri samit. Samit. Bu sözün deyilişi və yazılışı arasında fərq yoxdur. Niyə? Yadda saxlamaq lazımdır ki, səs uzanması fərq sayılmır. Deməli, bu sözün yazılışı və deyilişi arasında fərq yoxdur. Yoxlaya bilərik. Burada bax, səs artmayıb, nə azalmayıb, nə eləməyib, dəyişməyib. Buna görə də bu olmaz. Tabeli. Tabeli. Baxıram ki, bu sözdə 2 dənə səs uzanması var. İstəyir 1, istəyir 2. Səs uzanması olsa da fərq sayılmır. Fərqlərimiz, qeyd elədiyimiz bayaq ki, 3 qayda idi. Bu da yazışı və deyilişi arasında fərq yoxdur. Keçdik, sözümüz rəssamdır. Rəssam. Rəssam sözünün yazışı və deyilişi arasında baxaq, heç bir fərq yoxdur. Necə yazılıbsa, elə də deyilir. Deməli, burada da fərq yoxdur. Keçirik artıq 4-cü sözlərimizə. 4-cü sözümüz saitdir. Biz onun tələffüzünü necə deyirik? Sait. Neyləmiş oluruq? Səsi artırmış oluruq. Aha, birinci qaydada da görürük ki, səs neynir? Artır. Deməli, burada artıq fərq var. Çünki neynəmiş oldu? Səs artırdıq. Keçdik 5-ci sözümüzə, cəmaat. Cəmaat sözündə belə bir qayda var. Cəmaat. Burada artıq 2 qoşu A-dan biri düşdü. İkinci qaydada nə yazmışıq? Səs azalır. Fikir versə, burada səs neynədir? Azaldı. Deməli, yazılışı və deyilişi arasında nə var? Fərq var. Burada da fərqimiz var. Keçdik kitabça sözündən. Kitabça sözünün deyəndə necədir? Kitabça. P-ya çevrilir fikir versək. Kitabça. Artıq bu yox, P deyilir. Üçüncü qaydada qeyd eləmişik ki, səs neyini dəyişir? Burada da fikir versək, B samiti niyə çevrilir? P samitinə çevrilir. Deməli, burada da nə var? Fərqimiz var. Çox asan, sadə bir üsuldur. Amma diqqətli olmalı. Əsas lazım olan sözü düzgün tələffüz eləmək lazımdır. İnşallah sizlər də bizim bir ilk onlayn hazırlıq mərkəzimizin bütün fənlər üzrə dərslərinə qoşula bilərsiniz. Həm Azərbaycanlı, həm riyaziyyat, bütün fənlər üzrə onlayn dərslərimiz var. Həmçində dərslərimiz əyanda keçirilir. Aşağıda qeyd olunan nömrələrlə əlaqə saxlayaraq dərslərimizə qoşula bilərsiniz.